dəfə bu video ilə tanışırıqsa, mən Ülker. Bir çox mövzuda özünüzü inkişaf etdirə biləcəyiniz videoları paylaşıram. Bugün yanımızda Fidan Gəniyeva var. Salam Fidan. Salam. Necəsən? Yaxşıyam. Necəsən? Bayaq aldığımız şad xəbərlə ilk öncə səni çox təbrik eləmək istəyirəm. Təşəkkür edirəm. Avropa Əmrəlik Korpusundan Portuqaliyada bir layihəyə təsdiq almışam. Az öncə mail gəldi. Və videosunu çəkəndə. Videonu o hissəsini bu dəqiqə bura qoyacağam. Sən Nuran da yanımızdaydı və biz şok olduq ümumiyyətcə ki, yəni heç gözləmədiyimiz anda. TikTokda təzəcə post eləmişdim. Bugün sənlə birlikdə ümumiyyətcə könüllü proqramları ilə bağlı danışacağıq. Bildiyin kimi Azərbaycandakı könüllü proqramlarından danışmaq idi əslində mənim əsas məqsədim, amma Portuqaliyadan aldığımız qlobala çıxacağıq. İlk öncə başlayaq Azərbaycandan. İkimiz də ümumiyyətcə məni tanıyanlar da bilir. Fidanın Instagram adresini bura qoyacağam çünki o da könüllü proqramları ilə bağlı çox qəşəng videolar paylaşır. Bu bütün əldə etdiyim səhifəmdə görə bilərsiniz. Nailiyyətlərim deyək, fəaliyyətlərim deyək. COP29-da 1500 aldı. O ayrı bir konudur. Ona bir başqa bir yer ayırarıq. Deməli, mən bunun hamısını bir semestr eləmişim. İnana bilməzsiniz. Birinci kursun ikinci semestri hamısını sığdırdım. Birinci semestrdə düzü biraz universitetlə tanış olmaq və s. Təşkilatları falan yaxın durmurdum çünki qorxurdum, yəni bilmirdim nə olacaq. Amma ikinci semestrdə başladım könüllü fəaliyyətlərinə. Birinci ekokönüllüdə oldum. Mən bu arada ixtisasım ekologiyadır, tədrisim ingilis dilindədir. İngilis dilini necə öyrəndiyinlə bağlı da video inşallah yaxında. Bəli, onu da vurğulayacağıq. Deməli, ilk öncə ekokönüllüdə oldum. Orada ağacatma aksiyalarıdır, təmizlik aksiyalarıdır və s. bunlara qoşulum. Üzü bu ilk başda da amma biraz qəribə gəlir ki, mən bununla gələcəkdə nə əldə edəcəm? Mən zibil təmizləyirəm, mən ağac əkirəm, amma heç elə düşünməyin. Bunlar sizə şəbəkə qazandırır. Birincisi özünüzü tanıyırsınız ki, mən buyanmı, mən bunu eləyəcəmmi, mən sosial aktivliyəm. Könüllü proqramları həqiqətən çox böyük çevrə qazanmağına insana çox kömək edir. Məsələn, ki qazanırsan, şəbəkə qazanırsan. Əsas da, yəni mən həmişə bunu vurğulayıram hər yerdə, özünün potensialını kəşf edirsən həmin fəaliyyətlər zamanı. Düz ola bilər ki, könüllü olanda sən iş təcrübəsi qazanmırsan məsələn, amma bəzi könüllülər var ki, qazana bilirsən. Qazanmasan da sənin dostun atıram. Mən könüllüyəm, könüllü yoldaşımdır. O belə deyim, marketinq sahəsi üzrə professional şəxsdir. Bu gün sabah mənim bununla bağlı bir təlim layihəm olanda mən onu dəvət eləyəcəm, o təlim keçəcək. Və eyni zamanda necə ki, bugün mən bu videonu çəkəndə Nuran Filologiya Fakültəsinin sədri olaraq, Fidan eyni zamanda PM üzrə mütəxəssis olaraq, kiçik mütəxəssis, yoxsa böyük mütəxəssis olaraq? Hələ ki, kiçik mütəxəssis. Kiçik mütəxəssis olaraq, məsələn, mən marketinq üzrə kiçik mütəxəssisəm. Necə ki, onun bir marketinqlə bağlı problemi olduqda mən ona kömək edə bilərəm. Necə ki, biz oturub bugün burada bu videonu çəkə bilirik. Bunların hamısı əslində qalsa networkingdir və bir yerdə insana həqiqətən çox kömək olur. Ümumiyyətcə, debat klubdan bəhs eləmək istəyirəm biraz ki, mənim ilk qatıldığım könüllü demək də tam olaraq sosial ilk fəaliyyətim olaraq, sosial fəaliyyətim olaraq debatı əslində götürmək olar və oranın mənə qazandırdığı çevrə həqiqətən məni bir çox yerdə çox qabağa aparır. Mən debatda olmamışdım bu arada. Anksiyetem var idi mənim. Anksiyetəni yenmək üçün debat həqiqətən çox möhtəşəm bir yerdir. Birinci kurslara çox tövsiyə edirəm debata qoşulmağı. Birinci semestrdə xüsusən də bir insanları tanıyırsan fakültələr, müxtəlif fakültələrdən. Nitqin çox inkişaf edir. Məsələn, mən bu gün bu qədər aydın bir şəkildə kameranın önündə, insan önündə danışa bilirəmsə, bunun ən böyük səbəbkarı debatdır. Mənim əsas gəlmək istədiyim məsələ könüllü proqramlarında əsas COP29-dur. Çünki COP29-dan mənə 2 dəfə təklif gəldi və mən ikisində də IELTS hazırlaşacağam deyə COP29-u rədd elədim. Çox peşmanam. Həqiqətən 1500 görəndə peşman olmalısan. Çox peşman oldum. Ya sadəcə 1500-ə görə yox. 1500-ə görə yox, amma peşman olmalısın. COP29-un qazandırdıqlarını gördükdən sonra, inkişaf elətdirdiyini gördükdən sonra Fidan məsələn ən böyük örnəklərindən biridir bunun. Mənə çox belə pis olmuşdum ki, o boyda könüllü layihəsinə gedib COP29-a getməmək çox böyük bir səbəbdir. Danışalım. Əlbəttə ki, buyur. Deməli, COP29-un sıfırdan başlayan levelini sizə deyim. Necə kəşf elədim, qeydiyyatını falan. Mən dediyim kimi ekologiya oxuyuram və COP29 mövzusu heç kimə bəlli deyildi, amma mən ekoloq olduğum üçün bütün gün müəllimlərimiz, mənim ətrafımdakı ekoloqlar hamılar COP-dan danışırdı. COP-un nə olduğunu bilmirdim. Birinci kursun birinci semestrində oxuyurdum. Amma mənə demişdilər ki, bəs COP-da şansınız var ki, iştirak eləyəsiniz, könüllü olasınız və s. Mən inanmırdım. Deyirdim ki, nə olacaq, mən hələ təzə ekoloqam, mən birinci kursdan necə COP-da olacaq. Və mən qeydiyyat axtardım. Elə bir şərait oldu ki, COP29 özü könüllülük açdı və bütün təkcə ekoloqlar yox, hər kəsi, bütün ixtisaslardan oxuyan gənclər, hətta qlobal könüllülər belə var idi. Orada ən böyük peşmançılıq İspaniyada oxuyan uşaqlar gəlmişdilər, bizdən volontering edirdilər
Landau School-un tələbələri falan hamısı gəlmişdi bu arada. Məncə bu necə bir təcrübə idi xaricilərlə belə? Çox mükəmməl. Yəni düşünün 10 gün siz ancaq ətrafınızda xaricilərlə Bu takılırsınız. ingilis dili üçün necə möhtəşəm bir İngilis dili və fürsətdir. rus diliniz. Rus dili bilmirdim. Orada rus dilini inkişaf elədi. Düzü mən rus dilini başa düşürdüm, amma danışa bilmirdim. Orada da dil öyrənməkdəki ən böyük Ən böyük problemlərdən problem başa biri düşüb budur. danışa bilməməkdir. İngilis dilində də budur. Mən bəzi taktikalar verə bilərəm növbəti videolarda. İngilis dili ilə bağlı mükəmməl taktikalarım var. Ya Price Akademidən Sən bugün reklam ola bilərdi burada, amma Burada olmayacaq. sabunlu reklam olacaq, çünki mən ona marketologiyam. Olmayacaq. Deməli, düşünün ki, Azərbaycan dilini unutdum yəni mən. Yəni Sadəcə ingilisdə düşünürdüm. artistlik deyil də. Normalda artistlik gəlir adama ki, mən yəni necə Necə ola Azərbaycan bilər dilini unuda bilərsən? Amma amma olur. bilərsən. Evdə gəlib ingilis dilində danışırdım. Yəni bu arada mən sustainability timindəydim. Guest service deyil. Guest service nə idi? Azərbaycan dilinə çevir. Yəni guest service, qonaq Qarşılama. qonaq qarşılama. Qonaq qarşılama. Baxın, Azərbaycan dilini komandası. belə unudursunuz. Bəli uşaqlar, oradan sustainability dayanıqlılıq komandası. İndi öz komandamı izah eləyəcəm guest service-də. Qonaq qarşılamada sən ölkə xaricili gəlib deyir ki, bəs pavilyonlar hardadır? Pavilyon ayda çox maraqlı şeydir. Mənim COP29 vlogumu Necə izləyin. heyecanlanır? COP29-un linkini bura qoy da. Bura harasa buraları bir yerə qoy ölkə. Girib baxsınlar. Uşaqlar danışmaq yəni Yetməz həyatımın ən gözəl 10 COP29-dan gününü bağlı. yaşamışam da mən orada. Yəni yetməz. 29 macəraları sənin YouTube kanalından izləyəcəklər. Ümumiyyətlə COP29-un tələbələrə qatdığı şeylərdən bəhs eləyək biraz, daha doğrusu daha təcrübə yönümündən bəhs eləyək biraz ki, sənə bir ekoloq olaraq, ya da bir insan olaraq, bir tələbə olaraq COP29 nə qatdı tam olaraq? Getdiyin böyük layihələrdən biridir sən bilmirəmsə. Bəli, amma ən qəşəyi, ən maraqlısı, ən böyük COP29 idi. Çünki böyük şans idi cidden bu. Və çox sevinirəm ki, bu mənim gənclik ərəfəmə düşdü. Yəni tələbəlik ərəfəmə düşdü ki, mən yararlana bildim bundan. Düşünürəm ki, mənlə yanaşı ekoloq olmayan digər gənclər də çox yararlandı və onların da gələcəklərinə töhfə oldu. Təcrübə olaraq nə qazandım? Mənə çox faydalı oldu ki, mən nəqliyyat komandasında deyildim, qonaq qarşılamada deyildim. Mən sırf ekologiya ilə bağlı olan dayanıqlılıq komandasındaydım, sustainability-də. Burada biz nə edirdik? Deməli, tədbir müddətində baslar, avtobuslar var idi, bilirdisə, shuttle baslar, hə. Onlar karbon emissiyasının belə deyək, Azaldılması yönümündə karbon yaymırdı onlar. Yaşıl avtobuslar deyirdik biz ona. Həmin avtobusların təmin olunması. Biz gedib baxırdıq, görək həqiqətən də neçə avtobus ondandır. Qeyd edirdik, gün ərzində neçəsi ilə işləyir. Daha sonra zibillərin siqnalizasiyası. Həmin vaxtı COP29-da dünyada sadəcə nadir tapılan bəzi aparatlar var. Onlar qidanı gübrəyə çevirir. COP29 vaxtı UNFCCC gətirmişdi həmin aparatı ki, həmin qidalar gübrəyə çevrilsin və satılsın digər ölkələrə agriculture-da, kənd təsərrüfatında istifadə eləsinlər. Geri dönüşüm əməksatdır. Nəysə. Geri dönüş Ona görə, verəsinlər deyə. orada 5 siqnalizasiya qutusu var idi. Compostable, həmin o dediyim qida tullantıları gübrəyə çevrilə bilən. İkincisi recyclable, geri dönüşdürülə bilən. Üçüncüsü general, yəni ümumi nəqliyyatda atmaq üçün. Və dördüncüsü kağız falan idi deyəsən. Beşincisi yadımda deyil. Şüşə, glass. Biz onları nəzarət edirdik. Məsələn, həqiqətən də belədirmi? Sonra biz onları toplayıb günün sonunda Hesabat report edirdik. edirdiniz. Report edirdik. Mən burada eş zamanlı tərcüman olaraq Tərcüman oturmuşam. olaraq biz həmin müddətdə hər şey ingilis dilində deyirdilər. Terminləri Azərbaycan dilində həqiqətən bilmirəm. Yəni bilsəm deyərəm, artist deyərəm. Çünki filolog da oturub oradan mənə baxır. Mən Azərbaycan dilində danışmağı bilən, bacaran biriyəm. Ümumiyyətcə bu ümumiləşdirsək, COP29-la bağlı Fidan ürəyi çox da oldu. YouTube Gəlin videosunda da baxın geniş videoma, hər şey danışıldı. çox qəşəng başa düşəcəksiniz. İndi qısaca özətləsək, ümumiyyətcə könüllü proqramlarına ilkin başlamaq istəyən insanların ümumiyyətcə ilk öncə mən universitetdən başlamaq tərəfdarıyam. Ümumiyyətcə Bakı Dövlət Universitetində oxuyuruq ikimiz də və universitet daxilində çox gözəl təşkilatlar var. Bu dəqiqə ikimizin də üzv olduğu bir təşkilat olan, məsələn, Tələbə Həmkarlar İttifaqı, ümumiyyətcə könüllü proqramlarına, könüllü fəaliyyətlərinə ilk öncə universitet daxilində başlanması çox önəmlidir. Ümumiyyətcə mən universitetimizin bütün təşkilatlarında fəaliyyətdə olmuşam. Təcrübə könülləri, budu könülləri, TGT, Tələbə Həmkarlar Mən İttifaqı. TGT-də olmamışam, Bedo könüllüdə və Bedotikdə olmuşam. Bir dənə layihə meneceri. Tutorluqda, dekanlıqda mən çox yerdə könüllü fəaliyyət göstərmişəm. Bunların hamısı əslində qalsam marketinq yönümlü hamısı idi və ümumiyyətcə məsələn mən ixtisasım olan marketinqi debatda tapmışam.
debata qatılmasaydım həyatım boyunca marketinqə Debatda yönəlməyə bilərdim. PR-daydın. Debatda mən PR nə olduğunu belə bilmirdim. Bir gün İlahə məni yığdı ki, bəs PR komandasına seçmək istəyirəm, səni çox aktivsən görürəm. Debata çox maraqlı idim o ara. Ondan sonra birdən-birə PR-ın içində tapdım özümü və dedim ki, mənim ixtisasım həqiqətən budur və menecmenti də çox sevirəm. Şeydir, tamamilə o özünü kəşf edirsən Bəli. həmin ərəfələrdə. Menecmenti çox sevirəm, ixtisasımı çox sevirəm, amma marketinq də həqiqətən mənim ixtisasımdır. Və beləliklə ilk öncə universitetdən başlayıb ondan sonra digər təşkilatlara Asan, Dost kimi, Gömrük kimi ki, mən Asanda olmuşam və sonra da ingilis dilinizi də eyni yöndə inkişaf elətdirərək beynəlxalq layihələrə qatılmağınız və məncə könüllü fəaliyyətinə bu addımda getməyiniz məncə daha aydın olar, bir işıq yolu olar sizlər üçün. Azərbaycandakı könüllü proqramlarından, Asandan, Dostdan, Gömrükdən hər hansında siz istifadə iştirak etmisiniz ya da layihələrdən? Mən könüllülük deyəndə Asan könüllülərin təşkilatçılığı, dövlət və vətəndaşlara dəstək sosial Fondunun agentliyinin tərəfdaşlığı ilə keçirilən və Asan BP Akademiyanın Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən Asan Akademiya 2024 layihəsinin dəyərli məzunlarından biriyəm. Hansı ki orada Asanda könüllü olan, olmayan bütün gənclər dedim 3000 nəfər qeydiyyatdan keçmişdi və 60 nəfər seçmişdilər. 60 nəfər sadəcə qəbul olmuşdu və bizə 7 modul üzrə həqiqətən peşəkar təlimçilər tərəfindən möhtəşəm təlimlər keçirildi. nə fənlərdən bəhs olunurdu oradan? Deməli 7 modul, layihələrin idarə olunması, hansı ki mən burada project manager olacağam sözünü özümə dedim. Çünki mən orada həm HR, PR, yəni layihələrin idarə olunması, human resource, İnsan resursları, ictimaiyyətlə əlaqələr, hüquq, beynəlxalq əlaqələr, data analitika, 7-ci yazma gəlimi bir dəqiqə. Asan Akademiyada sizə menecment tədris ediblər deyə mən başa düşdüm həqiqətən. 4 ildə oxuduğum şeyi. Menecment 4 aya öyrəndim. 4 aya öyrənmisən, ha. Bir də innovasiya. Hansı ki innovasiya project managementlə çox önəmli və çox bağlı bir əlaqəlidir. ixtisas, fəndə ixtisası deyim. Sahədir. Filoloq olanda belə olur uşaqlar. Arxada oturub, dizini dizinin üstə qoyub bizi yarğılayır. Biri türk dilində danışır, biri ingilis dilində. Demək, ümumiyyətlə Asan Akademiya layihəsində iştirak eləmək istərdim. Çünki mən menecment oxuyuram və belə menecmentin qolları var da özünün də bildiyi kimi və məsələn mənim də yönəlmək istədiyim menecment sahəsi PM-dir. Özümü ya marketinq menecmentdə görürəm, ya da PM menecmentdə görürəm. Məsələn, ikisini paralel aparmaq daha çox istəyirəm. Yəni belə Asan Akademiyada olmaq çox istərdim. Əfsus ola bilərdiniz, amma mən belə bir şey deyim, yəni belə layihələr davam edəcək. Bu Asan Akademiya 2024 idi. Səhv eləmirəmsə 3 dəfə keçirilib. Hansı illərdə olduğu yadımda deyil. Ən son Qarabağda keçirilmişdi. Asan Akademiya Qarabağ. Ondan sonraki biz idik. Böyük ehtimalla 1 ya da 2 il sonra təkrarlanacaq bu layihə. Yəni çox tövsiyə edirəm və hətta öz YouTube kanalımda sırf Asan Akademiya videosu çəkəcəm. Yəni böyük şansdır cidden. Mənim o diplomum yəni həyatımda aldığım ən böyük diplomlardan biridir də o cidden. Universitet diplomu, birinci universitet diplomu, ikinci o Asan Akademiya 2024 diplomudur. Universitet daxilində sən xatırlamıramsa TGT-də təlim verməyə başlayacaqsan. Bəli, artıq. Və bunların hamısı Asan Akademiyadan bağlıdır, düz deyil? Oradan hər gələn şey. şeydir. Baxın, mənim əsas tanındığım sahə layihələrin idarə olunması üzrədir. Yəni tanıyırlarsa gənclər mənim səhifəmdə və yaxud da universitetdə bununla bağlı tanıyırlar. Və bunun da əsas səbəbi Asan Akademiya 2024-dür ki, mən orada özümü tapdım, özümü tanıdım. Ondan əvvəl layihə yazırdım, amma layihənin idarə olunmasının nə olduğunu bilmədim, menecmenti bilmirəm. Amma fərqli layihə menecmenti. Burada əsas olan menecment çox geniş bir anlayışdır. Öz içərisində çox geniş qolları var. Bu qollarından biri də PM-dir və həqiqətən mən Fidanı məsələn çox uğurlu görürəm bu sahədə. Yəni ən son indi Portuqaliya təmasına gəlirik. Hamının bayaqdan gözlədiyi o məsələ Portuqaliya. Buyur izah elə. Portuqaliyadan əvvəl mənim daha əvvəl qəbul olduğum 2 layihə haqqında danışmaq istəyirəm. Biri Rumıniya idi, bir də yenə Portuqaliya idi bu arada. Bir Portuqaliyaya etiqaz eləmişəm. Birini inşallah təsdiq göndərəcəm. Deməli, uşaqlar, Avropa Həmrəylik Korpusu deyə bir sayt var. Həmin saytda öz profilinizi yaradırsınız, CV-nizi, məlumatlarınızı, hər şeyinizi əlavə edirsiniz. Deməli olduğunuz 3 məqam var. Profil yaratmaq, CV yaratmaq, Europa CV-si. Gedirik mən eləməyə indi. Europa CV-si bəli. Ona öz səhifəmdə Reels çəkəcəm. İndi İlker çəkəcək o səhifəm üçün Reels-ı. Sağ olsun. Və üçüncü olaraq da motivasiya məktubu yazmağı bacarmalısınız. Bununla bağlıdır. Bu Avropa Həmrəylik Korpusuna bağlı mən bir Reels çəkərəm.
Sizin üçün də İlker onu göndərər, nə bilim, paylaşar bir yerdə ya da YouTube videosuna bir yerdə qoyar link olaraq. Nə edirsiniz? Girirsiniz, portalda xəritədə birinci getmək istədiyiniz ölkəni seçirsiniz. Sonra orada aktivitelər var. Əgər sizə fərqi yoxdursa, ölkənin və yaxud da eləmək istədiyiniz fəaliyyətin, orada any var, yəni hər hansı biri bölməsinə basırsınız və orada bütün xəritədə qırmızı nöqtələrdə göstərirsiniz. Hər hansı birinə tıklayırsınız, layihə haqqında məlumatı öyrənirsiniz. Atıram, ekologiya ilə bağlıdır, aha mənə uyğundur. Girirəm, baxıram, Azərbaycan üçün uyğundurmu? Orada qeyd olunur ölkələr. Və mən Azərbaycan iştirakçıları üçün uyğun olanı görürəm və həmin girə apply. Yəni qeydiyyatdan keçirsiniz və oradan sonra dönüş eləyirlər. Orada necə qeydiyyatda? Sadəcə sizdən 1500 səhv eləmirəmsə sözdən ibarət olan motivasiya məktubu istəyirlər. Bu məktubu sən özün yazırsan, yoxsa Bu məktubu özün yazırsan və mütləqdir ki, ChatGPT ilə yazmayasan. əlbəttə ki, bu ChatGPT ilə yazanda direkt kəsilirsən. çünki bunu anlayırlar. Yəni ümumiyyətlə bir insanın detektorlar var, yazdığına yəni AI varsa, AI detektor da var. Cəmaət bizdən ağıllıdır. Və bu tövsiyə məktubunu ümumiyyətlə işlədiyimiz yerlərdən tövsiyə məktubları alaraq da eləyə bilərik, yoxsa da biz motivasiya məktubu olaraq da Tövsiyə məktubu istəmir qətiyyən. Okay. Sizdən yeganə xaricə göndərən təşkilatdır ki, sizdən belə deyək, göndərici təşkilat istəmir. Normalda bütün Erasmus bunu istəyirlər layihələr göndərici sender organization istəyirlər, amma burada istəmir. Burada sən fərdi olaraq müraciət edirsən, sadəcə motivasiya məktubunu yazırsan, onlar sənin zaten profilində olan CV-nə baxırlar, sənin fəaliyyətlərini görürlər, uyğunsanmı deyilsən, onu edirlər. Əgər sən uğurlu namizədsənsə, sənə yazırlar və intervyu və əlavə participant member və CV-ni istəyirlər, hətta intervyu edirlər. Ki, mən Rumuniyaya qəbul olmuşdum. Rumuniya bu yay iyunda apply eləmişdim, iyulda mənə qəbul gəldi. Mən intervyuya da girdim. Niyə getmədiyimi açıqladım. Niyə getmədiyimi açıqlayacağam. Deməli, mənə dedilər ki, siz bəs uğurlu namizəd seçilmisiniz. 2 aylıq layihə idi. Avqustda gedib sentyabrın axırı qayıtmalıydım. Və mən iyulun 20 neçəsi burada ölkədən üzrə çıxmalıydım. Və iyulun 5-i falan idi. Çox yadımdadır həmin anlar. Deməli, mən nə etdim? Dedim ki, hə, tamam, təsdiqləyirəm, amma mənim xarici pasportum yox idi və mən vizaya müraciət etməli idim. Dedim, tamam da 2 günə səhv eləmirəmsə asan xidmətdə 120 manata 2 günə həll eləmək olurdu da, tezləşdirmək. Dedim, okey, eləyərəm, amma dedi ki, siz 30 dəqiqə içində mənə dəqiq məlumat verməlisiniz ki, vizanızın işləminə başlayaq. Dedim, mən nə edəcəm orada? Oturdu mənə görüntülü yığdım yenə, intervyudan sonra sadəcə Azərbaycanlı idi. Həmin şəxs Azərbaycanlı idi, belə deyim, Azərbaycandakı mənim göndərici koordinatorum. Hə, koordinatorum idi ki, mənə dəstək olsun. Həmin adam dedi ki, bəs evdə qalacaqsınız, team volunteer-dir. Bəs siz orada xarici adamlarla yaşayacaqsınız. Yeməyinizi özünüz eləyəcəksiniz, içməyinizi özünüz. Və Fidanın getməmə səbəbini indi öyrənirsiniz. Paltarınızı özünüz yeyəcəksiniz, nə bilim nə. Və dedi ki, çox detallı danışdı. Bu arada mən detallardan qorxan biriyəm. Dedim, eviniz məsələn burdadır. Çünki artıq işlər ciddiləşməyə başlayır və bir yerdə qorxursan. Dedi ki, eviniz burdadır, amma market burdadır. Yəni məsafəni falan öyrəndim, kilometrinə falan qədər. Mən qorxdum ki, mən hər gün yemək almaq üçün gedəcəm ora, gələcəm bura falan. Sonra dedim ki, yox, mən getmək istəmirəm. Evdə mamaya dedim. Mama, gedim, mama qorxuram. Dedi, bilmirəm, valla atamla danış, mənlik deyil. Mən atama deyirəm ki, ata gəl. Atam da ikna eləməyə çalışır. Atam ikna olur yəni. Normalda mənim atam çox baskıcı biridir və harasa getməyimə qarşı gərək 10 gün onu əvvəldən hazırlayım ki, ata gedəcəm ata. Gedəcəm ata. Atam da okey kimi idi. Sonra dedim ki, yox, mən qorxuram, getmirəm. Yığdım şeyə, həmin koordinator dedim, mən asqaz edirəm, başqa namizədlər də edirəm. Mesaj da durur bu arada telefonumda. Və mən bunu öyrəndiyimdə çox əsəbləşmişdim ki, necə asqaz edə bilərsən? Bilirsiniz, heç düşərgəyə falan getməmişdim həmin ərəfədə. Yəni evdən heç ayrı olmamışdım, özüm öz işimi heç görməmişdim. Mənim belə aktiv olmağıma, sosial olmağıma baxmayın. Özümü idarə eləyə bilirəm, amma evdə yox. Həyat qurmaq üçün hələ çox uşaq idi, normaldır. Eynən, tək yaşamaq üçün çox gənc idim. Amma üstündən bir il tamamlanır da, yəni artıq amma məncə düşünürsən ki, məsələn, Portuqaliyaya gedə bilərsən məncə. Artıq gedə bilərəm, çünki artıq xarici pasportum da hazırdır, vizamı da həll eləyə bilərəm. Bu arada xarici pasport mən həll eləməliyəm, xarici pasportumu götürməmişəm, asan xidmətlər düşünə bilirsiniz.
bir ay asan xidmətlər deyil, atqaz eləməsələr yaxşıdır. Çünki bəzən insanlarda belə bir algı formalaşır ki, cəmaatın insanları görün hara vurub çıxıblar. Məsələn, indi Fidana görəndə mən arada deyirəm ki, qıza bax da məndən 1 yaş balacadır, Portuqaliyadan falan təklif alır. Amma bu əslində qalsa bir yerdə o insanın hazır olması ilə bağlı olan bir şeydir. Məsələn, Fidan hazır olmadığı müddətcə nə qədər təklif daha səsinə qalsa gedə bilməyəcək. Ona görə bir yerdə bu proqramlara hazırlaşarkən özünüzü buna hazırlamanız da çox normaldır. Məsələn, mən Work and Travel-a getmək istəyirdim və mən də məsələn heç hazır hiss etmirdim özümü. Bir yerdə işlər ciddiləşməyə başladı eyni bir şəkildə və mən oldum. Hər gün səhər tezdən tək bir evdə duracağam, heç kim olmayacaq və mən öz həyatımı özüm davam etdirməyə məcburiyyətdə qalacağam. Çünki dil bilirsiniz də, yəni B1 olsa götürürlər də, yəni orada biraz şey eləyə bilirsən. Yəni dil narahat olmayın, hər türlü dil hər türlü həll eləmək olur. Mən gedib orada dil də tapardım insanlarla, amma həqiqətən ailəmsiz, heç kimsiz, dostlarımsız, tək başına bir yerdə olmaq həqiqətən insanı çox qorxudur. Artıq özümü hazır hiss edirəm, amma məsələn, kaş Work and Travel-a 4-cü kursda da müraciət eləmək olsaydı, məsələn, çox istərdim getməyə də, Erasmus-a 4-cü kursda mümkün olsaydı, məsələn, çox istərdim getməyə. Mən Erasmus-a da müraciət edəcəm bu arada. Qurtarırıq. 3-cü kursun birinci exchange, Erasmus yox, exchange proqramı. Exchange proqramı 4-cü kursda olur, məlumatın var bununla bağlı, mənim yox. Məncə yox, çünki 4-cü magistr hazırlaşıram. Yəni belə izah edeyim özümü. Mən menecment oxuyuram, fakültəm iqtisadiyyat. İstər-istəməz iqtisadi yönümdən çox düşünən bir insanam və ekonomik olaraq özümü doğrultmamış xaricə getməyi düşünmürəm. Nətər baxırsan, mən şikayət ona var. Bunu paylaşdın, necə var? Hər gün bunu paylaşırdı. Ümumiyyətlə, son olaraq Londondan bəhs eləmək istəyirik. Bayaq bəhs elədiyin müəllimdən öyrəndik. Bugün müəllimimdən öyrəndim ki, İngiltərə tələbələrin magistr oxuması üçün hər il scholarship açılmış və bu scholarshipdə bir il oxuyursan həmin universitetdə, magistr təqaüddə, gəlirsən Azərbaycanda 2 il işləməlisən. Ki, mən sənə o şəraiti yaratdım, sən də gedib öz dövlətində, mənim ölkəmdə yox, öz ölkəndə işləyib ona fayda verməlisən. Yəni bu da çox yaxşı bir proqramdır. Bu məsələni araşdıracağıq. Ümumiyyətlə buradakı bu 3 qızın da bu dəqiqə çox fikrini çəkdi. 91 ortalama istəyirlər və IELTS bal istəyirlər və hamımız da bu dataları ödəyirik. Və mütləq backgroundunuz çox geniş olmalıdır. Ən azı 4 beynəlxalq sertifikatınız olmalıdır. Mən kəsildim. Gec deyil, yığa bilərsən. 4 yox, 3 də 2 dollar. Məni beynəlxalq layihələrə yönləndirin. Beynəlxalq layihələr mən sizə tapıb paylaşacağım səninlə. Daim də paylaşıram zaten. Səhifəmi izləyin. Səhifəmi izləyin uşaqlar, sadəcə səhifəmi izləyin. Son olaraq bəhs eləmək istəyirəm könüllü proqramlarının Azərbaycandakı görüşünü. Çünki bir çox tələbənin görüşü budur ki, gedib orada boş-boşuna kölə kimi işləyirsiniz, pulsuz, sizə heç bir şey qatmır. Ümumiyyətlə bu videoda da anlayacağınız kimi könüllü proqramları, ümumiyyətlə sosial fəaliyyətlər insana həqiqətən çox şey qatır. Bu həm sosial çevrə olaraq, həm də background olaraq, həm də yeni qapılar açmaq olsun. Məsələn, biz bir-birimizi tanımasaydıq, bugün məsələn mən London məsələsini heç öyrənməyəcəkdim bəlkə də, debata qatılmasaydım bəlkə heç vaxt marketinqi bilməyəcəkdim. Eyni zamanda asan akademiyaya qatılmasaydı bəlkə də PM sayəsində heç bu qədər uğurlu olmayacaqdı. Eyni zamanda ingilis dili öyrənməsəydi, ingilis dili bilməsəydik ki, bu da təcrübə proqramlarında özünü göstərən bir şeydir. Çünki artıq oradakı ətrafındakı insanların bir yerdə statusu qalxır deyək də. Çünki artıq özünü inkişaf etdirməyə çalışan gənclərlə birlikdə olursan və bu da bir yerdə səni də özünü inkişaf etdirməyə məcbur buraxır. Mən bir şey qeyd eləmək istəyirəm. Sizin gənclik dönəminizdə olan tək fəaliyyət könüllülük olmamalıdır və bir çox gənclər sektorunda olan təşkilatlar, ictimai birliklər və s. təcrübə proqramları açır. Hansı ki, siz orada könüllülükdən daha da belə deyim, üstün qabiliyyətlər, biliklər əldə edə bilərsiniz. Ki, mənim könüllü fəaliyyətim zaten 2-3 dənə sayısan olub ya olmayıb. Biri COP29 olub, bir dəfə Bakı marafonunda könüllü olmuşam, Küləyə Qayıtgəl marafonunda, Eko könüllü olmuşam və salam 3 dənə. Mənim geridəki bütün fəaliyyətlərim hamısı təcrübə proqramları və dediyim asan akademiya kimi təlim proqramları olur. Bəli, buna da və fokuslanmaq lazımdır. universitet daxilində olan təşkilatlardakı idarə heyətinə daxil olmaq. İdarə heyətində olmaq qalmaqallı bir məsələdir. Çünki Azərbaycandakı gənclər ümumiyyətlə tələbələr düşünürlər ki, bunlar çox boş fəaliyyət və biz boş-boşuna orada vaxt itiririk. Yəni sizcə bu qədər tələbə həqiqətən orada boşa vaxt itirmək üçün var ki, məncə fakültə daxilində ümumiyyətlə idarə heyətində olan insanlara biraz nəzər yetirsəz, bu insanların həqiqətən özünü inkişaf etdirməyə çabalayan insanlar olduğunu görəcəksiniz. Bir də bu layihələrlə bağlı bəhs eləmək istəyirəm, təcrübə proqramları ilə bağlı. Məsələn, mən ilk freelance işimi, ki mənə ən çox verilən sual budur, freelance işlərimi necə qazanıram? Mən ilk freelance işimi bir təcrübə proqramı ilə almışam.
başlamışam. Bir şirkətdə təcrübə proqramına başlamışdım. Orada mən mobilqrafam eyni zamanda. İlk mobilqraf təcrübəm deyildi. Könüllü proqramlarında bunu zaten eləyirdim. Amma ilk həqiqətən bir iş mühitində bunu eləməyim idi və məni bir çox insanlar layihələrlə tanıyır. Getdiyim layihələrlə, Formula 1 olsun, Binance olsun, Baku ID olsun və s. və ilə axirət. Bu təcrübələrin hamısını mən bu təcrübə proqramı vasitəsilə getmişəm və oradakı insanlar olsun, oradakı ətraf olsun, eyni zamanda mobilqrafı daha yaxşı öyrənmək olsun. Bu da eyni zamanda çox şey qatdı mənə və sonunda ilk freelance işimi aldım, ilk pulumu qazandım. Bu bir gənc üçün həqiqətən çox böyük bir uğurdur. Sizin gedəcəyiniz hansısa ictimai birlikdə təcrübə proqramında və yaxud da hansısa bir idarə həyətində işləməyiniz, sizin oradan pul əldə etməyiniz vacib deyil. Siz əsas orada təcrübə yığırsınız. Əsas da odur ki, sizin CV-nizə yazmağa materialınız olur. Yəni mən bu arada bir şey etiraf edəcəm. 2 səhifə CV-m var. 3 səhifə CV-m var və 3 səhifə CV-mi doldurmaq üçün yerli yersiz, lazımsız layihələrə getməmişəm. Hamısı lazımlı layihələr. İxtisas yönümlü olmalıdır. Hamısı, yəni mənə görən deyəcək, mən SMM təlimində nə işim var? Haqlı. Mən olmuşam, düzdür, PR təlimlərində olmuşam, SMM mobilografiya Amma nədir? günümüzün bir prioritet məsələsi də SMM-liyəsinə Eynən, qalsa, ona görə bu yaxşıdır. Öz səhifəm üçün, valla öz səhifəm üçün təbii ki almışam o təlimləri, amma mən onun CV-mdə qeyd eləmirəm. Çünki mənim CV-mi atdığım yerlər PM-lə bağlıdır və ekologiya ilə bağlıdır. Mənim SMM-liyimi görüb orada niyə məni işə götürsünlər və yaxud da niyə məni harasa qəbul eləsinlər? Amma bir məsələni də sizə vurğulamaq istəyirəm. Əgər belə bir bacarığınız ya da belə bir sertifikatınız falan varsa, müsahibələrdə bunu bildirin. Çünki bəzən olur ki, PM üçün vakansiyalar olmur, amma deyək ki, SMM üçün vakansiyalar olur və oradan ağıllarına gələ bilirsiniz ki, mən bunu yaşamışam. Eyni zamanda məsələn, mənim CV-mdə normalda debatçıyam, asanda falan olmuşam. Bunları çox vaxt qeyd eləmirəm. Demək olar ki, çıxartmışam hər birini, natiqliklərimi, medallarımı falan. Niyə? Çünki mən marketoloqam və yəni orada sadəcə marketinq bağlı olan şeylərdir. Bir də mobilqraflığı da qeyd eləmişəm. Mən yalan olmaz. Çünki ikisini bir aparmağı sevirəm əslində qalsa. Əgər işdə təzəsinizsə, bu sektorda yenisinizsə, qeyd eləyin. Hara getmisiniz qeyd eləyin. Yəni düzdür, təcrübə proqramında olmamısa, amma hansısa layihədə iştirak etmisiniz. Mütləq şəkildə vurğulayın. Falan layihədə aktiv üzv kimi olmuşam. CV ilə bağlı ayrı bir video çəkməliyəm. Çünki video 33 dəqiqə oldu. Artıq mən bunu editləməliyəm hələ. Və hələ danışdıqlarımız olan şeylərə sadəcə 10%. Sadəcə 10%-dir həqiqətən. Daha danışılacaq çox söz var. Ümid edirəm bu video təcrübə proqramlarına qatılmaq istəyən, özünü inkişaf etdirmək istəyən tələbələrin üçün bir nəbzə də olsa xeyirli olub. Heç olmasa bir işıq yolu oldu. Özünüzü hər gün daha çox inkişaf etdirməyiniz diləyilə. Sağ olun. Sağ olun.